Bu qadını görürsünüzmü? Görürsünüz. Bu qadına bundan sonra hörmətiniz daha da artacaq. Bu qadın İtaliyanın baş naziri Giorgia Meloni'dir. O Giorgia Meloni ki artıq ikinci hadisədir ki, çox qətiyyətli bir addım atır. Ötən gün Giorgia Meloni ölkəsində olan 38 yaşlı Pakistanlı bir vətəndaşı ölkəsindən deport edib. Öz ölkəsinə göndərib, Pakistana. Buna səbəb isə 38 yaşlı Pakistanlının, hansı ki uzun illərdir İtaliyada yaşayır, amma vətəndaşlığı yoxdur. Sadəcə çalışmaq üçün icazəsi var. 9 yaşlı bir Pakistanlı qızla nikaha girmək istəyi olub. Bəli, Pakistanlı, 38 yaşında. İtaliyada yaşayır uzun illərdir. İtaliyada yaşayan 9 yaşlı bir Pakistanlı qızla nikaha daxil olmaq istəyib. Və təbii ki, bundan polis xəbər tutub və İtaliya polisi ondan xəbər tutduqdan sonra o adamı həbs ediblər. Məsələ gedib çatıb Giorgia Meloni'yə. Həmin dəqiqə həmin şəxsi və onun ailəsini İtaliyadan Pakistana deport ediblər. Bu qərarı da verən Giorgia Meloni'dir.